Salam əziz müəllimlərimiz, hər vaxtınız xeyirli olsun. Bugün bizim öyrənəcəyimiz mövzu metakognitiv bacarıqların formalaşdırılması mövzusu olacaq. İzaha keçid almadan öncə nəzərinizə çatdırım ki, bizim sıfırdan başlayan yeni mart qruplarımızda dərslər artıq başlayıbdır. Dərslərə qoşulmaq istəyən müəllimlərimiz aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli, müəllimlər, metakognitiv bacarıqlar nədir? Necə formalaşdırılır? Metakognitiv bacarıqlar təsadüfi şəkildə deyil, şuurlu və planlı pedaqoji təsir nəticəsində formalaşır. Şagird yalnız bilik əldə etməyi deyil, bu bilikləri necə qazandığını, hansı düşünmə ardıcıllıqlarından, addımlarından istifadə etdiyini dərk etdikcə metakognitiv inkişaf baş verir. Və eyni zamanda metakognitiv bacarıqların formalaşdırılması məqsədli fəaliyyət, sistemli sual vermə, emosional dəstək və formativ qiymətləndirmənin birgə tətbiqi ilə həyata keçirilir. Burada ümumiyyətlə metakognitiv bacarıqlar şagirdi öyrənmə prosesinin pasiv iştirakçısından onun şuurlu və məsuliyyətli subyektinə çevirir. Şagirdlərə metakognitiv strategiyalarından necə istifadə etməyi öyrətmək, onların akademik nailiyyətlərini, problem həll etmə qabiliyyətlərini və özünə nəzarət səviyyələrini əhəmiyyətli dərəcədə yüksəldir. Və belə deyim sizə, metakognitiv bacarıqlar şagirdin öz strategiyasıdır, planlı fəaliyyətidir, öz fəaliyyətinə, davranışlarına müşahidə etməkdir və eyni zamanda bir səmərəli plan qurub, bir strategiya quraraq məqsədinə çatması və özünü qiymətləndirməsidir. Sistemli şəkildə öz fəaliyyətini planlamasıdır. Metakognitiv bacarıqlar məhz bu kimi fəaliyyətlərə xidmət edir. Metakognitiv bacarıqlar deyəndə əsasən özünü monitoring, özünü tənzimləmə və özünü qiymətləndirmə başa düşülür. Müəllimlər, özünü monitoring nə deməkdir? Monitoring müşahidə deməkdir. Müşahidə. Deməli, özünü monitoringdə, fəaliyyətində zəif və güclü tərəflərini müşahidə edir. Özünü tənzimləmədə isə məqsədə çatmaq üçün bir strategiya qurur. Özünü qiymətləndirmədə isə əldə etdiyi nəticənin məqsədə nə dərəcədə çatdığını, belə deyim də, çatıb-çatmadığını yoxlayır özünü qiymətləndirmədə. Deməli, müəllimlər, özünü monitoring 3 komponentdən ibarətdir. Müşahidə, agah olmaq və rey. Müşahidə nədir? Şagird burada öz fəaliyyətinə, öz davranışının necə olduğuna, nələrin baş verdiyinə diqqət yetirərək özünü müşahidə edib məlumat toplayır. Agah olmaq nədir? Tapşırıq və ya öyrənmə zamanı nə baş verdiyini bilir və prosesdən agah olur. Burada fəaliyyət zamanı nəyi bilib-bilmədiyini fərqinə varmaq, şagirdə gedişatla bağlı məlumatlı olmağa imkan verir. Yəni, agah olma komponentində, yəni bu bölmədə şagird nəyi bilib-bilmədiyini fərqinə varır. Agah olur, anlayır. Rey nədir? Ətrafdakılardan şagird ətrafdakılardan rey alır. Öz fəaliyyəti haqqında ətrafdakılardan rey alır və bu rey şifahi və ya yazılı formada ola bilər. Sonra gəlir özünü tənzimləmə. Özünü tənzimləmə nədir bəs? Özünü tənzimləmə insanın məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamağı və idarə etməsidir. Deməli, açar sözümüz nədir müəllimlər? Nəzarətdə saxlamağı və idarə etməsidir. Özünü tənzimləmə nə oldu müəllimlər? Özünü tənzimləmə insanın məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamaq və idarə etməsidir. Özünü tənzimləmə 3 komponentdən ibarətdir. Məqsədin müəyyən edilməsi, planlaşdırma, emosional tənzimləmə. Deməli, gəlin baxaq bunlara bir-bir nə demək olduğuna. Məqsədin müəyyən edilməsi nədir? Məqsədin müəyyən edilməsi zamanı şagirdlər dəqiq, çətin və əldə edilə bilən məqsədlərin müəyyən edir. Baxın, bir daha qeyd edirəm. Diqqətlə baxırıq bura. Müəllimlər, öz qeydiyyatınızı götürürsünüz. Baxın, məqsədin müəyyən edilməsi komponentində açar sözlər dəqiq, çətin, əldə edilə bilən məqsədlərin müəyyən edilməsidir. Yəni, qarşıya qoyulan məqsəd dəqiq olmalıdır, çətin olmalıdır, əldə edilə bilən olmalıdır.
Məsələn, biz MİQ imtahanı hazırlaşırıq, düzdürmü? Biz deyək ki, 80 bal yığsaq və yaxud da 90 bal yığsaq, müəyyən ixtisas üzrə bunlar kifayət edir. Yəni vakansiya tutmaq üçün bunlar kifayət edir bu qədər bal. Amma biz nə etməliyik? 100 ballığa hazırlaşmalıyıq. 100 bal üçün hazırlaşmalıyıq. Aydındırmı? 100 ballıq sistem üçün hazırlaşmalıyıq. Ən çətininə hazırlaşmalıyıq. Məqsədimiz çətin olmalıdır, dəqiq olmalıdır, əldə edilə bilən olmalıdır. Və eyni zamanda burada məqsəd müəyyənləşdirilir. İkinci gəlir planlaşdırma. Planlaşdırma bu məqsədlərə nail olmaq üçün plan və strategiya hazırlanır. Biz məqsədimizi qarşımıza qoyduq. Həmin məqsəd dəqiq olmalıdır, çətin olmalıdır, əldə edilə bilən olmalıdır. Düzdür, məqsədimizi müəyyənləşdirdik. İndi planlı şəkildə hərəkət etməliyik. Yəni, həmin məqsədə nail olmaq üçün plan və strategiya hazırlamalıyıq. Planlı fəaliyyətin nəticələrinin necə olmasından asılı olmayaraq həmişə faydalıdır. Ola bilər ki, planımızın sonu mənfi nəticələnə bilər. Planımızın sonu. Amma yenə də əgər belə deyim, uğursuzluqla nəticələnərsə, emosional tənzimləmə lazımdır artıq bizə. Yəni emosional olaraq biz öz fəaliyyətimizi, davranışlarımızı tənzimləməliyik. Özümüzə bir növ motivasiya verməliyik. Tutduğumuz yoldan dönməməliyik. Baxın, burada qeyd olunur ki, öyrənmə prosesi zamanı emosional reaksiyaları idarə edir, nəzarətdə saxlayır. Öyrənmə prosesi həmişə rahat və axıcı olmur. Uğursuzluqla da nəticələnə bilər, düzdürmü? Və eyni zamanda edilməsi müəyyən qədər çətin olan tapşırıqlar, deməli, müəllimlər, edilməsi çətin olan tapşırıqlar şagirdlərdən daha da əzmli olmağı, emosiyalarını idarə etməyi tələb edir. Bəli, və eyni zamanda müəllimlər qeyd edim ki, burada şagird emosional tənzimləmədə bir növ motivasiyadır, ruhdan düşməməlidir. Aydındırmı? Şagird ruhdan düşməməlidir. Sonra gəlir uyğunlaşdırma. Uyğunlaşdırma budur ki, alınan rəylər və dəyişən şərtlər əsasında istifadə edilən strategiyaların uyğunlaşdırılır. Şagirdlər hansısa fəaliyyət zamanı alınan rəylərə görə işlərində və ya davranışlarında istifadə etdikləri üsullara, strategiyalara dəyişiklik edirlər. Bəli. Rəylər alırlar, müşahidə edirlər, rəy alırlar, bir plan tərtib edirlər məqsədə çatmaq üçün. Bu plan hər zaman uğurlu olmaya da bilər. Ona görə də belə deyim müəllimlər, biz strategiyamızı dəyişməliyik, yolumuzu dəyişməliyik. Aydındırmı? Yolumuzu dəyişməliyik, strategiyamızı dəyişməliyik, planımıza dəyişiklik etməliyik. Alınan rəylər əsasında strategiyamıza dəyişiklik edirik. Bu uyğunlaşdırmadır. Yəni uyğunlaşma. Sonda gəlir özünü qiymətləndirmə. Özünü qiymətləndirmə nədir? Özünü qiymətləndirmə, özünün fəaliyyəti və ya öyrənməsi haqqında mühakimə yürütmək və ya qiymətləndirməkdir. Fikir verirsiniz müəllimə, özünün fəaliyyətini deyir. Baxın, özünü qiymətləndirmə, özünün öz fəaliyyətinin. Bunu yadınızda saxlayırsınız. Burada şagirdə yoldaşı qiymət vermir. Yəni, burada yoldaş qiymətləndirmə, müəllim şagirdə qiymət versin, yoldaşları şagirdə qiymətləndirsin, xeyr. Burada ancaq şagird öz-özünü qiymətləndirir. Aydındırmı? Və əsas komponentlər hansılardır? Qiymətləndirmə, refleksiya. Baxın, qiymətləndirmə və refleksiya. Qiymətləndirmə nədir? Şagird işinin və ya öyrənmənin keyfiyyəti haqqında mühakimə yürüdür. Fəaliyyətinin keyfiyyəti haqqında etibarlı meyarlar əsasında fikir yürüdərkən şagirdin mühakimə bacarığı inkişaf edir. Burada fəaliyyəti haqqında şagird keyfiyyətli, belə deyim də, fəaliyyəti haqqında bir mühakimə yürüdür. Nəticədə şagird öz işinin qiymətləndirmiş olur, güclü və zəif tərəfləri üzə çıxır və eyni zamanda şagird öz fəaliyyətini qiymətləndirmiş olur. Refleksiya nədir bəs? Refleksiya şagird nə öyrəndiyini və necə öyrəndiyini, həmçinin nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünür. Şagird davamlı olaraq öz fəaliyyətinin müxtəlif aspektləri haqqında refleksiya edəndə rasional şəkildə düşünür və rasional şəkildə düşünəndə, təhlil edəndə özünün üstünlüklərini və çatışmazlıqlarını müəyyənləşdirmiş olur. Yəni, bir növ refleksiya edəndə şagirdin güclü və zəif tərəfləri üzə çıxır. Şagird bilir ki, bu fəaliyyətində nəyi bildi, nəyi bilmədi, hansı məqamlarda boşluqlar oldu, səhvlərə yol verdi
və yaxud da çətinlik çəkdi, hansı məqamlarda, hansı hissələrdə artıq refleksiya ərəfəsində bunu dərk etmiş, müəyyənləşdirmiş olur. Bunu mütləq şəkildə oxuyursunuz müəllimlər. Metakognitiv bacarıqlarını formalaşdırmaq üçün strategiyalar var. Deməli, metakognitiv bacarıqları formalaşdırmaq üçün müəyyən strategiyalar var ki, biz bu strategiyalardan istifadə edib şagirdlərdə metakognitiv bacarıqları formalaşdıra bilərik. Birinci gəlir açıq metakognitiv modelləşdirmə. Bu üsulda müəllim tapşırığı yerinə yetirərkən düşüncə, baxın, müəllim tapşırığı yerinə yetirərkən düşüncəsini səsli şəkildə ifadə edir. Açıq metakognitiv modelləşdirmə nədir? Müəllim mövzunu izah edərkən, düşünərkən, həll edərkən səsli düşünməsindən istifadə edir. Birbaşa təlimdə, yadınızdadır, keçəndə birbaşa təlimdə mən qeyd etmişdim ki, effektiv tədris metodudur, birbaşa təlim metodu. Orada müəllimin səsli düşünməsi vacibidir. Niyə? Çünki o dərs daha effektiv olur. Baxın, burada da açıq metakognitiv modelləşdirmədə müəllimin səsli düşünməsi vacibdir. Sonra gəlir planla, izlə, qiymətləndir dövrü. Deməli, birinci planlayırıq, sonra fəaliyyətimizi izləyirik, sonda qiymətləndiririk. Səhv üzərindən öyrənmə. Bu strategiya şagirdlərə səhvlərini uğursuzluq kimi yox, məlumat mənbəyi kimi görməyi öyrədir. Şagirdlər tapşırıq edərkən səhv etdikdə onu təhlil edirlər. Burada mənim səhvim nə idi? Səhv etmə səbəbim nələrdir? Bu kimi suallar verirlər. Daha sonra gəlir strategiyanın müqayisəsi. Strategiyanın müqayisəsi nədir müəllimlər? Bu strategiya şagirdlərə imkan verir ki, tapşırığın yalnız bir həlli yolu var anlayışından uzaqlaşdırsın. Yəni, əgər biz şagird düşünsə ki, tapşırığın bir həlli yolu var və həll edərkən uğursuzluqla nəticələndə həmin şagird qapalı düşüncə tərzinə keçə bilər və özünə qapana bilər, düzdürmü? Bu zaman effektiv olmayacaq, bu zaman şagirdin metakognitiv bacarıqları formalaşmayacaq. Ona görə də biz şagirdlərə imkan verməliyik ki, şagirdlər öyrənsin ki, tapşırığın yalnız bir həll yolundan ibarət deyil tapşırıq. Anlayışdan, yəni bu anlayışdan şagirdləri bu düşüncədən uzaqlaşdırmalıyıq. Daha sonra gəlir özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə. Özünü qiymətləndirmə dediyimiz kimi, müəllimlər, özünü qiymətləndirmə odur ki, şagird burada öz fəaliyyətini qiymətləndirir, güclü və zəif tərəflərini üzə çıxarmış olur. Qarşılıqlı qiymətləndirmə yoldaş qiymətləndirməsindən istifadə oluna bilər. Daha sonra refleksiyanın aparılması. Refleksiyanın aparılması şagirdlərin öz fəaliyyətlərinə nəzər salmalarını, öyrənmələri haqqında ətraflı məlumat əldə etməyə, ümumilikdə özləri barədə aydın və dəqiq təsəvvürlərin formalaşmasına xidmət edir. Refleksiya üsulları var ki, 3-2-1 üsuludur, çıxış biletləridir, şəxsi jurnallardır, cümlə kökləridir. Bunlardan istifadə edərək şagirdlərin metakognitiv bacarıqlarını formalaşdıra bilərik.